Funksiyaların ikinci hissəsi uşaqlar izah eləyirəm. İstəyənlər sonradan da yenə baxarlar. Bir də Fokkoflar əsas var, tərs funksiyonlar var, bir də qraflar var. Onları dənə-dənə yenə zamanımız çatdıqca izah eləyəcəm inşallah. Nə deyir? F və J funksiyaları verilib, həqiqi funksiyaları. Cəmini istəyir. Cəmini də tapanda toplayır da uşaqlar. 5x üstəgəlsin nəyə? 12-yə. Yəni oxşar hədləri nə edirdi? Toplayırdı. Nadirləmisən də bunu Kamil yəqin ki. Hı -hı. İndi ay uşaqlar nə deyir? Deyir 3-ü F-ə vurmaq lazımdır. Sonra J-ni çıxmaq lazımdır. Sonradan nə etmək lazımdır uşaqlar? 2-yə vurmaq lazımdır. Başqa cür necə eləyə bilərik? F-in yerinə 2 qoyaram. Nə eləyər? 5 eləyər. Düzdür ay uşaqlar? 2 qoyacam da yerinə. Burada da 2 qoyaram. 2-ni qoyuruq axı yerinə. 2 2 4, 4 də isə 4, yəni 8. İndi 3-ü F-ə vuranda, 3-ü 5-ə vuranda 15. Çıxılsın nə 8, elədi neçə 7. Hər iki metodu izah elədim. Kamran başınızda yəqin ki, Kamil, Cavanşir, Nihat. Evet hocam. Bəli. Bəli, bəli. Bəli. Üçüncü sual. Bu dəfə nə deyir? Deyir F-dən J-ni çıxırsınız, yerinə 3 qoyursunuz. Yəni hər iki metodundan uyğun olduqca izah eləyəcəm. F-dən J-ni çıxanda 2x-dən x-i çıxanda x eləyir. -5 çıx 8 o da eləyir 13 çıxılsın 13. Yerinə də 3-ü qoyanda 3-dən də 13 çıxanda eləyir nə? -10. Yəni A bəndi. Nadir başında Nadir quzu gəzərəm. Bəli, yazmışam. Deyir ki, F-i J-yə vurub heç vurmağa ehtiyac yoxdur. Qardaş yerinə 1 qoy. Cavabı tap, sonra vur bir-birinə. Biri yerinə qoy. 2-ni 1-ə vuranda 2, 2-dən 7 çıxanda -5. Biri yerinə qoy, 4-dən 1 çıxanda 3. -5 ilə 3-ə vuranda elə nə? -15. Kamil burada mısın ay Kamil? Cavanşir başınız mı? Mehrab. Bəli, bəli. Evet Aha. hocam. Bu dəfə nə deyir? Deyir 3-ü yerinə qoyun, bu dəfə bir-birinə bölün. Halal olsun Kamil. Kamil bir dənətdən. Aha, gəlin 3 qoyalım yerinə. 3 7 mi 21, 21-dən 1 çıxanda eləyir 20. 3-ün isə 3 gələndə 6. Всё. Bir-birinə böləndə 20 bölünsün 6. Bu da 2-yə böldüyümüz zaman 3, 2-yə böldüyümüz zaman nə edir? 10 bölü 3, yəni B bəndi. Davam edirəm uşaqlar. Nə diyor? Burada J variantlarından çox hökman düzgün seçim elədi. Deyir ki, F plus J funksiyasını seçəcək. Sonra bunların görüntü kümələrini. Gəlin F plus J-ni görək. F plus J nə verəcək uşaqlar bizə? 2x-i. Doğru mu? A-dan da bir R-yə, B-dən də R-yə. Topladığımız zaman. O zaman yerinə qoyduğumuz zaman necə olacaq? Və yaxud da yerinə qoymaqla da eləmək olar da. Süleyman necə eləmisiniz? A-nı yerinə qoyub, B-ni yerinə qoyub, sonra toplamısınız, düzdür? Bəli. Bəli. Amma eyni işləmlər alınması lazımdır da. Şimdi necə eləyəcəz? Deyir F funksiyası A-dan R-yə. A-nı yerinə qoyduğumuz zaman nə olur? A-nı yerinə qoyduğumuz zaman arkadaşlar, biri yerinə qoyduğumuz zaman alınır nə? 1'ə 5. Doğru mu? Daha kısa ispatlı yönlə eləyim də metodla. A-nı yerinə qoyuruq. 2-ni yerinə qoyduğumuz zaman 6. 3-ü yerinə qoyduğumuz zaman 7. 4-ü yerinə qoyduğumuz zaman 8. İndi gələk B-ni yerinə. 2-ni yerinə qoyduğumuz zaman -3. 3-ü yerinə qoyduğumuz zaman -2. 5-i yerinə qoyduğumuz zaman 0. 6-nı da yerinə qoyduğumuz zaman nə alınır uşaqlar? 1 alınır. Doğru mu arkadaşlar? Hı? Bəli. Bəli. Hı -hı. İndi bunları yerinə qoydum mən. A-nı da, B-ni də. Bunları toplamam lazım indi.
Topladığım zaman necə olacaq? Ama aynı şeyler toplamamızı toplayabilmemiz lazım da. Yani 2 varsa görüntü küməsində. Sonra 3 varsa görüntü küməsində nə var? Bax 2 var, 2 mənfi 3 var. Deməli 6 mənfi 3 nə elədi? 3 elədi. Bir var mı? Yok, yoktur. 3 var mı? Bəli var. O da ne eləyəcək? Baxın, bu buradadır. 2 dənə xət qoyum. 7-dən 2 çıxanda 5 elədi. 4 yoxdur da, düzdürmü? Yoxdur. 1 də yoxdur. 3 ilə 5, yani Y bəndi. Yani uşaqlar, başınızda necə elədim? Topladım, yerinə qoydum uşaqlar. Amma x-ları eyni olanlar toplaya bilərəm də. Kamran, Cavanşir başlıca neyle? 2 6 ile 2 mənfi 3 Bəli, toplaya müəllim. bilərəm. 1 yoxdur, axı toplayayım. 4 yoxdur, axı toplayayım. 3 7 ilə 3 mənfi 2-ni toplaya bilərəm. Bunlar da yoxdurlar. Anlaşıldı mı arkadaşlar? Bu şey. Cavanşir başınızda yəqin ki, necə elədim. Mehrab. Bəli, müəllim. Hı. İndi köməkləşək uşaqlar, yenə aynı şeyi. Ne deyir? A-nı yerinə qoyaq. 2-ni yerinə qoyanda elədin neçə? 8. 4-ü yerinə qoyanda elədin neçə? 10. 6-nı yerinə qoyanda nə elədi? 12. 2-ni yerinə qoyanda aşağıda nə elədi? 2-ni yerinə, 2-dən 4 çıxanda mənfi 2. Doğru mu? 3-ü yerinə qoyanda elədi neçə? Mənfi 1. 4-ü də yerinə qoyanda nə elədi? 0 elədi. 2, 8, 2, 6. Hə, çıxmaq lazımdır da, düzdür? Elə başa düşürəm ki. 8, 2, 10 olur. Bunları çıxa bilirəm. Bir də bunları çıxa bilirəm. 10 olur. 10 təkrarlanır. Zaten bir tane 10 qalır da. Üçlər də zaten toplana bilmir. İndi burada bəziləri deyə bilər ki, hocam, elə eynilərini götürüb eləsəydik olmaz mıydı? Ola bilərdi. Prosta mən isbatını vermiş oldum. Anlaşıldı mı arkadaşlar? Bəli. Bəli. 8'de de yine aynı şekilde görüntü kümesini eləmək lazımdır ki, başa düşəcəksiniz ki, burada promo aynısını. Mesela 1, 5 ilə 1, 2'ni yerinə eynilərində birlər varsa, vurduq. 5'i 2'ye vuranda elədi 10. 2 varsa, 2, 3, 2, 6 elədi 18. 3 var mı? Yoxdur. 4 zaten yoxdur. 10'dan 18, yani 5. Anlaşıldı mı Ay Cavanşir?